Türkiyədə iqtidar cəbhəsində təmsil olunan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, Şimali Kipr Türk Respublikasında keçirilən prezident seçkilərinin nəticələrinə gözlənilməz reaksiya verib. Yenavaz.com xəbər verir ki, o, Şimali Kipr Türk Respublikası parlamentinin seçkilərin nəticələrini qəbul etməməyə, həmçinin ölkənin Türkiyənin tərkibinə daxil edilməsi barədə qərar çıxarmağa çağırıb. Stat: Şimali Kipr Türk Respublikasında keçirilən seçkinin nəticələri çox aşağı fəallıqla əldə olunub. Kipr Türk icmasının taleyini bu fəallıqla təmsil etmək mümkün deyil. Seçkilərin nəticələri seçki komissiyası tərəfindən açıqlansa belə, Şimali Kipr Türk Respublikası parlamenti təcili toplanmalı, seçkilərin nəticələrinin və federasiyaya keçidin qəbul edilməz olduğunu bəyan etməli və Türkiyə Cümhuriyyətinin tərkibinə daxil olmaq qərarına gəlməlidir. Statın sonu. Qeyd edək ki, ötən gün Şimali Kipr Türk Respublikasında keçirilən seçkilərin nəticələrinə əsasən Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman ölkənin yeni prezidenti seçilib. O əsas rəqibi və hazırki prezident Ersin Tatarı səs çoxluğunda təxminən 2 dəfə üstələyib. Ersin Tatar Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tərəfdarı olsa da, Tufan Erhürman federasiya modelini dəstəkləyib və təbliğat kampaniyası zamanı bunu tez-tez dilə gətirib.